Deməli, Time-da 38-ci test tapşırığına baxırıq və bu çox biraz qəliz test tapşırığıdır. Qəliz deməzdim, mərhələlidir. Sadəcə gəlin baxaq. Burada deyir, bir toyuq növündə yumurta ağırlığı 3 cüt gen ilə müəyyən edilir. Böyük A, böyük A, böyük B, böyük B, böyük C genotipli toyuqlar 90 qramlıq, kiçik A, kiçik A, kiçik B, kiçik B, kiçik C isə 30 qramlıq yumurta verir. Bu ikisinin çarpazlaşması zamanı F2 nəslində 40 qramlıq yumurtadan xoruzun əmələ gəlmə ehtimalı neçə olar? Gəlin yazaq. Bax bizə deyir ki, yumurtanın ağırlığı 3 cüt gen ilə müəyyən edilir. Bax, böyük A. Yazaq böyük A. Deməli, böyük A, böyük B, böyük C bu 90 qramdır. 90 qram. Bax bizə verir ki, bu 3 cüt genlə idarə olunur və bu 3 cüt genin əmələ gətirdiyi yumurtanın ağırlığı 90 qramdır. Onda bəs bir genin ağırlığı görəsən neçə qramdır? Əgər bunlar hamısı bir yerdə 90 qramdırlarsa, onda mən gəl bir genin ağırlığını tapım. Onda bax 6 dənə gen var burada, düzdür? 6 genin verdiyi ağırlıq 90 qramdırsa, bəs onda bir genin verdiyi ağırlıq nə qədər olacaq? X qram. Buradan x-imizi tapaq. X-imizi tapanda 90-ı vuracam 1-ə, böləcəm 6-ya. Bu eləyəcək 15 qram. Deməli, hər bir genin ağırlığı 15 qram imiş. Bunun da. Yəni, hamısını deyəndə ki, bir dominant genin ağırlığı 15 qram imiş. İndi resessiv genə baxaq. Resessivdə verib baxaq. Kiçik A, kiçik B, kiçik C. Bu isə deyir 30 qramdır. Düzdür? Deməli, yumurta ağırlığı 3 cüt genlə müəyyən olunur. Həqiqətən də burada da 6 gen var. Bax, burada da 6 gen var. Amma bu bir genin ağırlığını yenə də burada tapaq. Bir resessiv genin ağırlığını. Bax, burada 6 dənə resessiv gen var. Əgər 6 genin verdiyi ağırlıq 30 qramdırsa, onda bir resessiv genin ağırlığı olacaq x qram. Onu tapıram. Dominantı tapdım. İndi də resessivi tapmalıyam. 30 vurulsun 1 bölünsün 6 bərabərdir 5 qram. Bu 15 qram idi. Bu isə 5 qramdır. Deməli, bir resessiv genin ağırlığı olur 5 qram. Aha. 5 qram. İndi başqa bizdən nə soruşur? Bura qədər başa düşdük ki, 90 qram verir böyük A, kiçik A 30 qramlıq yumurta verir. Bunları tapdıq. Deyir, bu ikisinin çarpazlaşması zamanı F2 nəslində 40 qramlıq yumurtadan xoruzun əmələ gəlmə ehtimalı neçə olar? Bax, bunları deyir çarpazlaşdıraq. Birinci F1 nəslində böyük A, böyük B, böyük C-ni çarpazlaşdıraq. Kiçik A, kiçik B, kiçik C ilə. F1 nəslidir bu. Deməli, bu bizə bir tipdə qamət verəcək. Böyük A, böyük B, böyük C. Bu da bir tipdə verəcək. Kiçik A, kiçik B, kiçik C. Bax, bunları birləşdirəndə olacaq böyük A, kiçik A, böyük B, kiçik B, böyük C, kiçik C. İndi bizə deyir ki, bu ikisinin çarpazlaşması zamanı F2 nəslində, bu bizim F1 nəslimizdir. Bu iki versiyanı çarpazlaşdırdım da, dominant hamısı homozigot olanların hamısı resessiv homozigotu F1 nəslində çarpazlaşdırdım. İndi F2 nəslində bunu çarpazlaşdıracağam. F2 nəslində isə mən böyük A, kiçik A, böyük B, kiçik B, böyük C, kiçik C-ni çarpazlaşdıracağam. Böyük A, kiçik A, böyük B, kiçik B, böyük C, kiçik C ilə. Bax, bunu monohibridə gətirək. Mən necə, çox asandır o. Böyük A, kiçik A-nı çarpazlaşdıranda böyük A, kiçik A ilə. Böyük B, kiçik B-ni çarpazlaşdırıram böyük B, kiçik B ilə. Bir də böyük C, kiçik C-ni çarpazlaşdırıram böyük C, kiçik C ilə. İndi gəlin baxaq. Burada alınacaq bir dənə böyük A,
2 dənə böyük ya kiçik ya, 1 dənə kiçik ya kiçik ya. Burada alınacaq 1 dənə böyük B, 2 dənə böyük B, kiçik B, 1 dənə kiçik B, kiçik B. Burada alınacaq 1 dənə böyük C, 2 dənə böyük C, kiçik C və 1 dənə kiçik C, kiçik C. Hə, indi bax bizdən nə soruşur? Deyir ki, bu ikisinin çarpazlaşması zamanı F2 nəslində 40 qramlıq yumurtadan xoruzun əmələ gəlmə ehtimalı neçə olar? Bax, 40 qramlıq yumurta var ha. Bax, biz dominant genin resessivin aldıq da. Bax, mən bir dənə bir şey yazacağam məntiqə. 40 qramlıq yumurta üçün bax versiyalar bu olacaq. Böyük ya, kiçik ya, kiçik B, kiçik B, kiçik C, kiçik C. Böyük B, kiçik B, kiçik ya, kiçik ya, kiçik C, kiçik C və böyük C, kiçik C, kiçik ya, kiçik ya, kiçik B, kiçik B. Deyəcəksiniz ki, müəllimə, bu hardan çıxdı və necə çıxdı? Biz bir dominant genin ağırlığını 15 qram tapmamışdıq. Ancaq bu versiyada 40 qram əmələ gəlir. Bax, burada A 15 qram deyil. Bax, böyük ya burada 15 qram. Üstə gəl. Bax, bu kiçik ya neçə qramdır? 5 qram. Üstə gəl. Bu kiçik B hərəsi 5 qram. Üstə gəl 5, üstə gəl 5. Bu iki C-lər də hərəsi 5 qram. 5 üstə gəl 5 bərabərdir. Bax, 15-dən 5, 20, 25, 30, 35, 40. Gördünüz, 40 qram. Eləcə də bu. Yəni, bu 3 versiyada ola bilər də. Ya böyük A, kiçik A heterozigot vəziyyətdə qalan genlər homozigot resessiv, ya böyük B, kiçik B heterozigot vəziyyətdə kiçik A, kiçik C resessiv, ya böyük C heterozigot vəziyyətdə digər genlər resessiv homozigot. Yəni bu 3 versiyada bu düz gəlir. Deməli bu da 40 qram olacaq, bu da 40 qram və bu da deməli 40 qram olmuş olacaq. Bizdən bunu soruşur. İndi yaxşı, bunun əmələ gəlmə ehtimalını tapaq da. Bunların əmələ gəlmə ehtimalını tapmalıyıq. Əmələ gəlmə ehtimalını tapmaq üçün, bax, böyük ya, kiçik yanın əmələ gəlmə ehtimalına bir dənə elə burada baxaq. Üstə böyük ya, kiçik yanın əmələ gəlmə ehtimalı. Qoy elə burada yazım. Böyük ya, kiçik B, kiçik B, kiçik C, kiçik C bərabərdir. Böyük ya, kiçik yanın əmələ gəlmə ehtimalı biz bilirik ki, burada 4 versiya var. Bir dənə bundan var. 2 dənə bundan var, bir dənə də bundan. 4-dən neçə dənə böyük ya, kiçik ya var? 4-dən 2 dənə. 4-dən 2 dənə böyük ya, kiçik A vurulsun. Kiçik B, kiçik B-yə baxıram. Kiçik B, kiçik B, kiçik B, kiçik B-yə baxıram. Bir dənə. Deməli, burada da biz bilirik ki, 4 versiya var. Bir dənə böyük bundan var, 2 dənə bundan, bir dənə bundan. Kiçik B, kiçik B-nin əmələ gəlməsi ehtimalı 4-dən 1-dir. 4-dən 1 kiçik B, kiçik B. Kiçik C-nin də əmələ gəlmə ehtimalı yenə bu 4 versiyadan biridir. 4-dən 1 kiçik C, kiçik C. 4 4-ün 16, 64-də deməli 2 eləyəcək. 64-də 2. Birinci belə elədi. İndi ikinciyə keçirəm. Böyük B, kiçik B, kiçik A, kiçik A, kiçik C, kiçik C-nin əmələ gəlmə ehtimalına. Böyük B, kiçik B-nin əmələ gəlmə ehtimalı 4-dən 2-dir. Yazıram bura. 4-dən 2, böyük B, kiçik B vurulsun. Kiçik A, kiçik A-nın əmələ gəlmə ehtimalı 4-dən 1-dir. 4-dən 1 kiçik A vurulsun. Kiçik C-nin əmələ gəlmə ehtimalı da 4-dən 1-də vurulsun. 4-dən 1 kiçik C. Bunları vuraq 64-də deməli 2 eləyəcək. Bəli, 64-də 2. Bu da elədi belə. Sonra böyük C, kiçik A, kiçik B bərabərdir. Burada isə bax böyük C, kiçik C-nin əmələ gəlmə ehtimalı 4-dən 2-dir. 4 versiyadan ikisidir. Yazacağam. 4-dən 2 böyük C, kiçik C vurulsun. Kiçik yanın əmələ gəlmə ehtimalı 4-dən 1-dir. Yazıram. Deməli 4-dən 1 kiçik A vurulsun. Kiçik B-nin əmələ gəlmə ehtimalı da 4-dən 1-dir. Yenə də yazıram. 4-dən 1 kiçik B bərabərdir. Bu da 64-də deməli 2. Bax, bu 64-də 2-ləri mən 32-də 1 də yaza bilərəm də 2-yə ixtisar gedəndə. Eləcə də bunu ilə yaza bilərəm. 32-də 1 işimiz rahat olsun və rəqəmlər azalanda işimiz yüngülləşir. Getdi 2-yə ixtisar getdi. Bunu 2-yə böləndə 32, bunu 2-yə böləndə 1. 32-də 1, 32-də 1, 32-də 1. Bunları toplayırıq. Bir dənə qulaq asın, burada belə bir şey var. Bax,
3 dənə tip əmələ gəlib də, bu 3 dənə burada versiya var. Mən heç vaxt genotipləri belə toplamaq olmaz, ya fenotipləri toplamaq olmaz. Amma belə versiya var da, məndə xoruzun əmələ gəlmə versiyası 3-dürsə, onda onu toplayırıq. Yəni bu məsələ istisnadır ki, burada mən fenotip, genotip toplamıram ki, deyərsiniz müəllimə bizə deyirdi, heç vaxt toplamaq olmaz, genetikada toplamaq olmaz, amma özü toplayır. Burada söhbət başqa şeydən gedir. Əmələ gəlmə ehtimallarını toplayıram. Deməli 32-də 1 üstəgəl 32-də 1 üstəgəl 32-də 1 cavab eləyəcək 32-də 3. 40 qramlıq yumurtanın əmələ gəlmə ehtimalını tapdım mən. Amma indi bu toyuqla məsələn ya xoruz əmələ gələ bilər sonda. Məsələn mən sonda necə deyirdim? Qız soruşursa 2-də 1-ə vururuq, oğlan soruşursa 2-də 1-ə vururuq. Dişi soruşursa 2-də 1-ə vururuq, erkək soruşursa 2-də 1-ə vururuq. Ya xoruz alına bilər, ya da toyuq alına bilər də, düzdür, xoruzla toyuğun da çarpazlaşmasından. Ona görə xoruzu soruşduğuna görə mən aldığım cavabı bir dənə də 2-də 1-ə vururam. Bu da bizə verəcək 64-də 3. Cavabımız eləyəcək D variantı.